Özümə bir dənə çay dəmliyim. Herkese salam kızlar, kanalıma hoş gelmişsiniz. Teze bir vlogda sizi görmeye çok şadam. Əgər sən hələ də mənim kanalıma abunə deyilsənsə, abunə ol, çox sevinirim. Mən isə bugün bütün gün evdə olacağım. Buna baxmayaraq video çəkmək istədim. Çətin bir şey hazırlamaq axot yoxdur. Ona görə tez bazar belə bir zavtraq. Sabah mən mamanı gətirməyə rayona getməliyəm. Ona görə birlikdə çantanı yığarıq. Sabah səhər tezdən çıxmaq istəyirəm. 3 dənə yumurta, 2 dənə sosiska, yarım avokado. Hardasa mənə biraz çoxdur, amma çalışacağam hamısını yeyim. Natsın bu 200 qramlıq tezə versiya şokoladı heç bəyənmədim. Dəhşət şirindir, amma yenə də heyfi gəlir adamın. Ona görə yeyib qurtarmaq lazımdır bundan. Olsun mənəm. Sabah rayona gedən kimi ilk işim mamanı check-up eləmək, yəni ki, həkimlərin hamısından keçirtməyi istəyirəm. Son zamanlar adətən havalar dəhşət isti olanda mama deyir ki, mən özümü dəhşət halsız hiss edirəm. Konkret harası ağrım var, amma o pişi özünü yorğun hiss edir. Ona görə gözəl bir həkim tapmışıq, onun yanına yazılmışıq, ora gedəcəyik. Analizləri vermək lazımdır. Baxa görə ümumiyyətlə nə vitaminlər çatışmamazlığı var. Ümumiyyətlə vaxtında çalışın siz də özünüzü, yaxınlarınızı check-up eləməyə. Çünki mənim üçün ən dəyərli həyatda insan bu mənim mamamdır. Ona nəsə olsa mən özümü təsəvvür eləmirəm. Ona görə istəyirəm mamıçıqam 100 il yaşasın, 150 il yaşasın. Sabah rayona gedirəm və istəyirəm saçıma kraska qoyum. Bu boyda kraska mənə 2 dəfəyə bəs edir. Son zamanlar ağlıma bir fikir gəlib, öz təbii saç rənginə qayıtmaq. Öz saç rəngim bundan açıqdır. Bir maraqlı şey də qoşum. İnanırsınız, hər videoda planşet haqqında danışıram, amma yenə də rəylərdə soruşurlar. Bir həftəyə yaxındır ki, mən istifadə edirəm, narazıçılığım yoxdur. Sadəcə bir məqam var ki, yaddaşı azdır. Nəzərə almaq lazımdır ki, mən elə insanam ki, mənim üçün 10 terabayt da azdır. Zirzibilinə doldururam telefonu. Amma belə öz qiymətə görə öz funksiyanı gözəl yerinə yetirir. Memory kart yeri olsa da belə, misal üçün siz hansısa bir application yükləyirsiniz planşetə, o öz yaddaşına yükləyir, yəni ki, memory kartı yükləmir. Sözüm nədədir? Böyük yaddaş kartı olsa da yenə də çoxlu application siz bu planşetə yükləyə bilməyəcəksiniz. Səhər durdum. Gördüm hava küləklidir. Heç axıtım yoxdur. Getməyə mamaya dedim ki, bugün təxirə salınır, sabah gələcəm. Mama da dedi ki, problem yoxdur, sabah gəl. Ona görə mənim getməyim təxirə salındı sabaha. Mən də fikirləşdim, elə qaqras rahat işlərimi görərəm, videomu paylaşaram, işimi yığaram, sabah səhər tez çıxaram. Ümumiyyətlə, son zamanlar video dəhşət çox çıxır mənim kanalımda. Bundan əvvəl belə deyil idi. Elə vaxtlar olurdu ki, 10 gündən bir video çıxırdı. Buna görə rəylərdə də görürəm ki, izləyicilər də sevinir. Bundan əvvəl öz kontentimə çox kritik yanaşırdım. Misal üçün, vlog mənim fikrimcə tam mükəmməl deyilsə, mən gözləyirdim yenə nəsə paylaşım, yenə nəsə çəkim. Eyni şeylər vloglarda olmalı deyil. İndi isə çox relaks yanaşıram. Misal üçün, dünən də bütün gün qab yumuşam, bugün də qab yuyuramsa, elə onu çəkib də paylaşıram. Yəni ki, öz kontentimə qarşı, bilmirəm, siz mən başa düşürsünüz və yaxud yox, daha relaks yanaşmağı çalışıram. Ay yaxşı olmalıdır, ay ideal olmalıdır, ay vlog uzun olmalıdır, belə yanaşmıram. Günüm necə keçibsə, elə də çəkib paylaşıram. Burada deməli əksər mamanın sifarişləridir. Ona görə onları sadəcə çantama yığacağam ki, aparıb mamaya rayonda təhvil verim. Çünki xahiş eləmişdi ki, bunları hamısını getirim. Bunları isə açıb sizə göstərəcəm. Misal üçün, bu orqanayzerləri mən təzə ev üçün almışam. Pomadalar yığacağam bunların içinə. Özdəki sразу 2 dənə almışam. Əslində daha çox almaq istəyirdim. Çünki məndə orada komod var. Alex onun içinə yığmaq üçün. Niyə görə çox almadım? Əsas baxmaq istəyirəm ki, mənim pomadalar ümumiyyətlə yerləşəcək və yaxud yox. Çünki bir dəfə sifariş eləmişdim və bəzi topuş pomadalar yerləşmədi. Wow, çox gözəldir. Deyəsən 24 dənə pomada yerləşir birinin içinə. Bu da belə. X
İkisini də belə birləşdirib bir sirmənin içinə qoymaq istəyirəm. Deməli, bundan əvvəl mənim pomadalar sirmənin içində, belə bir orqanayzerlərin içində olurdu. Bunları mən hər şey bir manata mağazalardan almışdım. Çox gözəldir, amma belə dağınıq olur. İndi isə baxmaq istəyirəm təzə orqanayzerin içinə bunlar hamısı yerləşir və yaxud yox. Hətta deyərdim, ən toppuş belə pomadada yerləşir. Kiko'nun o böyük bresklər var ya, onlar da yerləşir. Düzdür, pomadanız çoxdursa biraz baha başa gələcək, amma gözəl görünür. Gözəl akrildir, bahalı materialdan istehsal olunub. Ən əsasdakı pomadalar belə yerləşəndə çox rahatlıqca istədiyiniz nömrəni, istədiyiniz markanı tapa bilirsiniz. Mən bu 1 manatlıq rozovi orqanayzerləri alıb bəlkə 10 ilə yaxındır ki, istifadə edirəm. Belə şeylər ümumiyyətlə uzun müddət gedir. Ona görə bir dəfə elə yaxşısından almaq məsləhətlidir, əgər çoxlu kosmetikanız varsa və bu sevgi məndəki kimi sonsuzdursa. Bilmirəm, 2 dənəsi kifayət eləyəcək, yoxsa sırası 3-4 dənəsini götürüm. Çünki burada baxın, pomada çoxdur, elə o bir sirmələrdə də var. Yenə də alacağım, kolleksiyam böyüyəcək. Ona görə yaxşısı 4 dənəsini yenə sifariş edeyim. Hərəsinin qiyməti bu arada o qədər də münasib deyil. 11 manat almışam mən birini. Hal-hazırda burada bu qədər pomadaya ehtiyac yoxdur. Ona görə əksəriyyəti istəyirəm. Uca çantaya qoyum, hansı ki təzə evə gedəcək. Bunlardan isə indi sifariş vuracağım. İndi isə gəlin buradan mamanın paltarları hamısını bir-bir çıxardaq və dəsmalları sizə göstərəcəm. Xeyli dəsmal sifariş eləmişəm. 100% pambıqdır hər biri. Nə qədər yalvarmışam mamaya ki, 10 dənə fərqli paltar sifariş eləmişəm. Bir-bir bunları gey, videoda da göstərək. Məni izləyən insanların da mamaları var, nənələri var, bibiləri var. Misal üçün kiməsə hədiyyə Temudan almaq istəyir. Mənim kimi standart S razmer geyinən insan üçün onlayn paltar sifariş eləmək asandır. Amma böyük bədən iminə insan üzərində sən görməlisən nə cür paltardır və belə tipli video çox faydalı olar. O qədər yalvarmışam, o qədər yalvarmışam. Mama deyir, mən kök düşürəm, mən istəmirəm, məni çəkmə, mənim paltarlarım olmasa bəgəm olmaz. Öz də deyir ki, belə şəkil yerləşdir, koftanı göstər və şəkil yerləşdir. Şəkili onsuz da elə Temuda da hamı görür də, o şəkildən nə fayda var? Cəmaət istəyir böyük bədən insanın üzərində görsün. İndi sabahda rayona gedəndə çalışacağam onu yola getirim, amma çox güman ki, yenə alınmayacaq. Ümumiyyətlə Temudan nəyisə sifariş eləyəndə paltar əsasən orada mütləq yazılır. Materialı nədir? Sintetikadır, pambıqdır və s. Bunlar hamısı pambıqdır. Materiallara baxıb sifariş eləmişəm. Açıb baxmışam bir dəfə. Həqiqətən pambıqdır. Bunları sifariş eləyə bilərsiniz. İndi sizə göstərəcəm. Özüm bir dəfə açıb baxmışam. Deməli, 4 dənə fərqli set almışam. Hər setin içində isə 2 dənədir. Qiymətləri isə 7 manatdan 9 manata qədərdir. Heç fikir verməmişəm, burada sevgililər günü yazılıb. Videoda balaca düşür, amma ölçülərə baxıb sifariş eləmişəm, kifayət qədər böyükdülər. Deməli, 4 set olduğuna görə fikirləşdim. 1 set mama üçün evdə qalsın, 1 seti sabah mən aparacam rayona, 2 dəsmal təzə orada da olsun. 4 dənəsini isə 2 seti, yəni ki, mən özüm üçün cehiz kimi qırağa atacağım. İnşallah ailə quranda orada işlədəcəm. Su özünə necə hopacaqsa bilmirəm, amma ilk görünüşdə pis deyil. Rəngləri də tam şəkildəki kimidir. Bilmirəm, indi bizim mağazalarda belə tipli dəsmallar ümumiyyətlə neçəyədir. Düşünürəm ki, təxmini hələ eyni qiymətə olacaq. Misal üçün bu ikisini mən rayona aparacağım sabah, orada da lazım olar. Misal üçün biz piknika gedəndə normal qab belə germetik bağlanılan tapa bilmirdik. Bunları həm bir dəfə istifadə edə bilərsiniz, məncə dəfələrlə də istifadə edə bilərsiniz. Kimsə qonaq gəlib tutaq ki, abeddən siz də pay qoymaq istəyirsiniz. Bunun içinə qoyursunuz və verirsiniz. Məncə çox qəşəngdir və qaytarmaqda sizin qabınızı ehtiyac qalmır. Belə qırışqalardır. Çox qəşəngdir məncə.
Setin içində 10 dənə qabdır, 7 manata başa gəlir. O qədər də qalın plasmas deyil, bunu nəzərə alın. Amma 2-3 dəfə rahat istifadə eləmək olar. Və yaxud gəzməyə gedirsiniz, piknika gedirsiniz, rahat özünüzlə götürə bilərsiniz. Dəsmalları da yerbəyer elədim, orqanayzerləri də qaldı. Bir dənə bu. Əslində mən bunun almağın tərəfdarı deyildim. Qiyməti 41 manat idi və çox da ümidli deyirəm ki, super bir şey gələcək. Əslində belə biraz açmışam, biraz baxmışam. Bu deməli nədir? Gülün altına qoymaq üçün güldan. Güldan yox, nə deyirlər ona? Heç özüm də bilmirəm konkret buna nə deyirlərsə. Dekalivdə görmüşdüm buna bənzərləri. Sonra Mama Temo'da gördü. Gülün altına qoymaq üçün belə bir stul fason bir şeydi. Mən açığı düşünürdüm ki, vəbçə keyfiyyətsiz bir şey gələcək, amma görəndə gördüm ki, yox, elə deyil. Dekalivdə olanlardan qat-qat hündür idi, Mama da qaqras ona görə sifariş elədi. Konkret istədiyi ölçüdə tapa bilmədi deyə sifariş elədi. Onun bir dənə gülü var, onu koridora qoymaq istəyir, amma yerə qoyanda yaxşı görsənmir. Bunun üstünə qoysa isə super görünəcək. Bugün göstərdiyi hər şeyi və bunu da bir yerdə videonun altında linki yerləşdirəcəm. Keçid edib siz də sifariş eləyə bilərsiniz. Bir stəkan dəmli gözəl çay içək. Sonra işimizə davam edək. Həm də ki long chips istədim. Evdə də var idi bundan. Fikirləşdim ki, bunu bir basım yeyim, sonra davam edərik. Növbəti gündən salam. Makyajımı eləmişəm, yavaş-yavaş hazırlaşıram və çıxıram. Əsas gərək Fatimənin şalvarını unutmuyum. Yadıza gəlirsə biz onunla şalvar dəyişmişik. O mənə bu şalvarı verib, mən isə ona bu şalvarı. İndi bilmirəm bu şeyləri hamısını bu balaca sumkanın içinə necə yerləşdirim. Çox maraqlıdır. Belə baxanda həftənin ikinci günüdür, amma həyət doludur maşınla. Bilməm bu xadnoydu nədir bugün. Ev yeməkləri üçün elə darıxmışam, amma burada aş hazırlayıb. Aşla bir yerdə yeməyə, belə qətlətlər, toyuq ətindən. Bəh, bəh, bəh. Mama dedi ki, gedib axtarmağa məna yoxdur, yilas bitib. Mən isə mamaya deyirəm, mən tapacam, sən rahat olma. Gəlin bir yerdə axtaraq. Bu ağacda təbii ki yoxdur, çünki birinci ağacdır. Ən birinci onu yemişəm. Görürsünüz. Tapdım. Yeni birini tapmışam buradan. Həkimi yaxşı Seva tanıyır, ona görə onunla bir yerdə gedirik həkimə. Bu arada sizə deməmişəm, Sevanın qızının cəmi 13-14 yaşı var və mənim reylərdə bir xanım ona elçi düşmək istəyir. Tam ciddi formada yazıb ki, o qızı mən çox bəyənirəm, mən öz oğlumu almaq istəyirəm. Bugün saçlarımı hörməyi istəyirdim, vaxt çatmadı. Yenə mən bu paltardayam və yenə biz Sevagilin dalınca gedirik. Xaçmazda gəlmişik belə bir yerə, qiymətləri çox münasibdir, baxa görək. Gəlmişik Seva ilə belə bir məkana. Buradakı qiymətlərə baxın, çox münasibdir, maraqlıdır. Görəsən dadlı olacaq və yaxud yox. Başqa məkanlardan fərqli olaraq burada kondisioner işləyirdi. Arıqlamaq üçün menunu azaltmaq lazımdır. Bu da azaltmır. Həkim də onu deyirdi. Ayaqlar ona görə problem yaradır. Məkanın içi qəşəng sərindir. Biz də 2 dənə mərci götürdük. Lahmacun götürmüşük, şaurma götürmüşük, kartoşka fri, ayran və s. Nəsə bugün Sevanda çox da iştahı yox idi. Mamanı isə qoymuşuq balnitsadan. Ümumiyyətlə burada restoranlarda qiymətlər çox münasibdir, amma çörək o qədər yumşaqdır, o qədər gözəldir. Sanki indi peşdən çıxıb təzəm. Düzdür, biraz çox sifariş eləmişik. Bilmirəm hamısını yeyib qutara biləcəyik yoxsa yox. 3 manat 50 qəpiyə belə bu boyda lahmacun var, pendirli. Sadəsi 3 manat idi. Mən fikirləşdim ki, pendirinə götürək. İndi baxıram çox qarışıq çəkmişəm. Deməli biz gəldik həkimə, oraları çəkmədim. Həkim qan, zad analizi götürdü və biz o analizləri başqa balnitsaya aparmalıydıq. Biz də Seva ilə oturduq maşına, gəldik başqa balnitsaya analizləri təhvil verdi və bizə dedilər ki, analizlərin cavabını gəlməyinə 1 saat var, 1 saat gözləməliyik. Biz də fikirləşdik ki, oturaq çörək yeyək, həm də ki gözləyək. Əsas məsələ bizim dönərlərimizi elə gətirməyiblər, amma kartoşka fri çox gözəldir.
çox bəyəndim. Bol sousu da qoyublar, ayran da sifariş eləmişik. Hamısını yeyə biləcəyik, heç bilmirik. Məkanda bizdən başqa demək olar ki, insan yox idi, amma həqiqətən hər şey dadlı idi. Yəni ki, servis gözəl idi, ofisiantlar çox mülayim, mədəni. Təkrar yenə bura gəlsəm, bu məkana gəlməyi istəyərəm. Sadəcə bir məqam var ki, nə mən ac deyil idim, nə Seva ac deyil idi. Və Sevada da belə bir xasiyyət var ki, ac olsa da belə o heç vaxt deməyəcək. Deyəcək ki, yo, toxam, yo, ehtiyac yoxdur. Ona görə mən də bilmədim, nə gəldi sifariş elədim. Demək olar ki, heç nə yeyə bilmədik. Bundan isə bir çay desertlə sifariş eləsəydi daha yaxşı olardı. Bütöv Azərbaycandan hər yaşda xanımlar məni izləyir və mən arada elə sevinirəm ki, səmimi qəlbinə, təmiz ürəyinə bir xanım yazıb ki, bu Fatiməni mən o qədər bəyənirəm. Mənim oğlum var, Birəsuarda yaşayıram və oğlumu almaq istəyirəm. Yəni ki, bunu yazmaq həqiqətən çox xoşdur. Həqiqətən Fatimə çox ağıllı qızdır, amma sadəcə biraz balacadır. Seva həqiqətən düz deyirmiş. Bir dən baxın, lahmacun da qalıb. Bu şaurma da qalıb, yeyə bilmədik. Oturmuşuq belə söhbət edəyəm. Xaçmazda yaşayanlar üçün baxın bu məkanda. Elə özümüzlə də götürdük. Şot isə 19 manat 50 qəpik cəmi pul vermişəm mən. İndi gedirik maşın tərəfə. Maşında balnisanın həyətində saxlamışam. Oradan da analizlərimizin cavablarını götürüb gedirik mama olduğu yerə. Bunu isə mamaya aparıram. Çünki mama da acdır. Xaçmazda görürsünüz küçələr nə dərəcədə enlidir. Rahat maşını qoymağa da yer var. Əlavə olaraq da 2 dənə maşın keçə bilir. Nəhayət ki çıxdıq. Gedirik 3 nəfər maşın tərəfə. Belə bir balnisanın həyəti var. Burada güllər, maşın saxlamağa bol yer. Mən də burada saxlamışam. Baxın, şalvar Fatiməyə yaxşı oldu. Ona görə biz dəyişdik. Onun şalvarı mənim oldu, bu şalvar isə onun oldu. Super Fatimə, mübarəkdir. Başa burada pay pürüşlə gəlib. Gəlin unpacking eləyək bir yerdə. Nələr getirib bizə. Coca-Cola bu bir. Marojna raz. Tut. Marojna 2. Baxın uşaq nə qədər çalışır. Halal olsun, bu nədir? Suxariki damatniyə. Əməlli başda alış-veriş edir və ən əsas bu boyda semçkaları getirib. Ondan sonra yatdım 2 saat. Durandan sonra Evə gələn kimi başımı qoydum, yatdım. Çünki dəhşət yorğun hiss edirdim özümü. Ümumiyyətlə telefonu bu vlogda gəh götürürdüm, çəkirdim, gəh çəkmirdim. Ona görə biraz video qarışıq alınıb. Deməli, mamanın analizləri çox gözəl çıxıb. Mamaya sadəcə çayları yazıb həkim və deyib ki, təcili olaraq arıqlamaq lazımdır. Çəkin çoxdur, diyet lazımdır. Bir sözlə bunu bilirdik biz, amma belə ciddi heç bir problem şükür Allaha yoxdur. Dalbadal hər gün vloqlar olacaq, bol olacaq. Bunu yalandan deyə bilmərəm, çünki özümdə biraz istirahətə ehtiyac hiss edirəm. Instagramda çoxlu storieslər çəkirəm, amma YouTube'da bu yaxınlarda vloqlar olmayacaq, bu başdan deyim. Ona görə məni Instagramda takib eləməyi unutmayın. Bu videonu da mən sonlandırıram. Çox sağ olun ki, axıra qədər izlədiniz. Əgər videonu bəyənmisinizsə, like düyməsi basmağı unutmayın. Sizi çox-çox sevirəm. Özünüzə yaxşı baxın. Bakan.